Salam əziz şahirdlər, mən Malik Abbasov, Birlik Təhsil Mərkəzi Nazirliyin Dil və Ədəbiyyat müəllimi. Bildiyiniz kimi bugün, yəni 17.05.2026-cı il tarixində OTQ sınağı olubdur, 3-cü blok və indi həmin 3-cü blokun 9-cu siniflər, 9-10-cu siniflər üçün nəzərdə tutulan 3-cü blok imtahan suallarını izah edəcəm. Deməli, başlayaq ilk sualdan. İlk sualda nə deyir? Deyir ki, sözlərdən yalnız ikisinin tələffüzü üçün ortaq fikir müəyyən edin. Deməli, ikisinin tələffüzü üçün ortaq fikir lazımdır bizə. Burada deməli, qanatlanmaq sözü biraz yaxşı düşməyibdir. Tələffüzü belə olacaq. Qanatlanmaq. Sonra ləngərlənmək sözü, deməli, ləngərlənmək sözüdür. Bir də paxıllıqla. Tələffüzü isə paxıllıqla. Deyir Q samitinin kar qarşılığı bizə nə lazımdır? İkisinə aid olan ortaq fikir lazımdır. Burada elə birbaşa variantına baxaq, çox vaxt getməsin. Deməli, səs artımı baş vermir. Gəl baxaq. Paxıllıqla sözündə n səs artımı baş verir. Digər iki sözdə isə birinci, bax bu sözdə və ikinci sözdə isə səs artımı hadisəsi baş vermir. Deməli, ona görə də doğru cavabımız olacaq E variantı. Keçək ikinci sualımıza. Deməli, birinci sualımıza cavabımız oldu E variantı. İkinci sualda tabesi mürəkkəb cümləni müəyyən edin. A variantı deməli olmayacaq. A variantı tabeli mürəkkəb cümlədir. B variantı Nərgiz yuxudan durdu, əlini və üzünü yudu, çörəyini yedi, məktəbə getdi. Kim? Nərgiz. Bu ümumiyyətlə sadə cümlədir. Həmciz xəbərlərdir burada. Hansılardır həmciz xəbər? Durdu, deməli getdi, yedi, yudu. Kim? Nərgiz. Bu da deməli sadə cümlə oldu. Bu da belə getdi. Yüngül zəlzələ oldu, əhvalım pozuldu. Deməli, ikinci sualda doğru cavabımız C variantı olacaq. Deməli, C variantı niyə oldu? Çünki C variantı tabesiz mürəkkəb cümlədir. Yüngül zəlzələ oldu, əhvalım pozuldu. Əhvalın pozulmanın səbəbi yüngül zəlzələ oldu. Yəni, bu səbəb nəticə əlaqəli tabesiz mürəkkəb cümlədir. Düz indi bizdən onu soruşmur, səbəb nəticə əlaqəli olmağını, amma ümumi olaraq dedim. Hava soyuq olsa da tələbələr bu deməli tabir olacaq gedir. Sərnişinlər düşünür nəyi qatar gecikə bildiyini. Deməli, bu da tabir olacaq. İkinci sualda cavabımız oldu. Deməli, C variantı. Üçüncü suala baxaq. Nöqtələrin yerinə hansı ifadə artırsa cümlənin tərkibində əlavə də olar. Aydın məsələ ki, burada yəni sözü olacaq. Biz bilirik ki, əlavələr yəni sözündən bir də tirədən sonra olur. Bu iki məsələ ki var. Bir yəni sözü, bir də tiri. Olarsa ondan sonra əlavə gələ bilir. Burada bir sözlə olmayacaq. Sözsüz, nəvaziş, məsələn bu sözlərdən sonra əlavə gəlmir. Deməli, üçüncü sualda doğru cavabımız oldu. D variantı. Dördüncü suala keçirik. Nümunələrin birində şəkilçi ixtisar olsa da bu həmciz üzvlə bağlı deyil. Deməli, dördüncü sualda baxaq variantı. Gerçək olan hər şey ağlabatan, ağlabatan hər şey gerçəkdir. Ağlabatandır. Ağlabatandır. Nədir ağlabatandır? Nə hər şey? Deməli, gerçəkdir, nədir? Nə hər şey. Deməli, burada şəkilçi ixtisardır, şəkilçi ixtisar olunubdur, amma bu şəkilçi ixtisarı deməli, həmciz üzvlə bağlı ixtisar deyil. Ona görə də doğru cavabımız 4-də olacaq A variantı. Keçək 5-ci suala. Hansı sözdəki nöqtələrin yerini ayrı-ayrılıqda işlətmək yalnız saytlərdən biri ilə bərpa etmək olar? Deməli, burada həm I, həm də I şəkilçisindən istifadə olunur. B variantında iki cür olur. A variantında səbat, bir də səbət. Hər ikisindən istifadə olunur. Həm A, həm də Ə-dən istifadə olunur. B variantında həm I, həm də I-dən istifadə olunur. Məsələn, həyatı, həyati. Hər ikisi oldu. C variantı hərəkət, hərəkat. Hər ikisindən istifadə eləmiş oluruq. Sonra D variantında deməli fəsad, fəsad. Hər ikisindən istifadə eləmiş oluruq. E variantına gəldikdə isə cəsus, casus. Deməli, bir dənə saytdan istifadə eləmiş oluruq. 5-ci sualda doğru cavabımız olacaq E variantı. Keçək 6-cı suala. Nümunələrdən heç birilə sinonimli olmayan sözü müəyyən edin.
Deməli, baxaq. Qatlaşmaq hardasa donmaq sözündən sinonim kimi işləndiyi məqam olur. Sonra yad eləmək nə ola bilər? Xatırlamaq olar. Bu getdi. Sonra yıxılmaq, devrilmək. Şah taxtından yıxıldı, şah taxtından devrildi. Sinonim kimi işlətmək olur. Ram eləmək, əhliləşdirmək mənasında işlətmək olar. Bir dənə çaxmaq sözü sinonim kimi heç birindən uyğunluğu ola bilmir. Deməli 6-cı suala doğru cavabımız oldu B variantı. B. Burada gördüyünüz kimi işarələmişəm B variantı. Sonra keçək 7-ci suala. Hansı nömrədə ədəbi dilin ancaq 2 müxtəlif norması pozulubdur? 7-ci suala baxırıq. Deməli, Leysan çisələyəndə müxbirlər və jurnalistlər birgə idi ki, burada çisələyəndə sözü bir dənə leksik norma pozulur, A variantı getdi. B variantı, bu gün gəlməyəcəyim, göndərin yerinə ehtiyatda olanlardan biri. Ehtiyatda burada bir dənə y ilə olacaq. Deməli, fonetik norma pozulmuş oldu. Bir də söz sırası pozulubdur. Söz sırası da pozulduğu üçün deməli qrammatik norma pozulmuş olacaq. 7-ci sualda doğru cavabımız B variantı. Deməli B variantda qrammatik norma ilə fonetik norma pozulmuş oldu. 2 norma pozuldu. Deməli 7-ci sualda doğru cavabımız nə oldu? B variantı. 8-ci suala keçək. Hansı cümlədə bağlayıcı cümlə özləri arasında əlaqə yaratmağa xidmət edir? Deməli, bağlayıcı cümlə özləri arasında əlaqə yaratmağa xidmət edibdir. Baxaq, atam dedi ki, burada cümlə özləri yox, cümlə arasında əlaqə yaratmaq xidmət edib. Mətanət ilə günlər dərsə gələndə saat 9-a qalırdı. Deməli, nə zaman? Mətanət ilə günlər dərsə gələndə. Burada cümlə özləri arasında deyil, bir dənə cümlə özü olur. Nə zaman? Dərsə gələndə zərflik sözlər arasında əlaqə yaratmış oldu. Fidan və mən dərs oxuyarkən nə zaman musiqiyə qulaq asırdıq? Nə zaman? Fidan, mən və dərs oxuyarkən. Deməli, bu da belə getdi. B ilə C də getdi. A, B, C getdi. D variantına baxaq. Mən gəlməyəcəyim. Çünki bu da olmayacaq. Nəyə görə? Çünki burada cümlə arasındadır. Cümlə üzvü yox. Şahnurla Orxan eyni qrupda oxuyurlar. Nə edirlər? Oxuyurlar. Kim? Şahnur, kim? Orxan. Deməli, bunlar həmcins mübtəda oldu və burada la bağlayıcısı deməli deməli burada la bağlayıcısı cümlə özləri arasında əlaqə yaratmağa xidmət eləmiş oldu. Deməli, 8-ci sualda doğru cavabımız olacaq E variantı. Deməli, 9-cu suala baxırıq. Hansı cümlə nəqli cümlə deyil? Baxaq. Sərnişinlər bir-birinə dəyər verirlər. Deməli, nəqli cümlədir. Getdi. Əkinçilər yağış yağdığı üçün sevinirdilər. Nəqlidir. Getdi. Hər tərəf su basmışdı. Bu da nəqli. Getdi. Deməli, oxuyun. Baxırıq ki, burada feil, feilin əmr şəklindədir. Deməli, ona görə də olacaq əmr cümləsi. Deməli, 9-cu sualda doğru cavabımız oldu D variantı. Onun 9-cu sualda E variantına baxaq. Çıxarılmışdı. Bu da nəqlidir. Bu da getdi. Deməli, keçək 10-cu suala. Hansı cümlədə şəxs əvəzliyi işlənib? Onlarla adam tədbirdə iştirak edir. Burada nə qədər? Burada saydı. Onlarla sözü getdi. Arifin bizi paslamışdı. Burada biz sözü isimdir. Bu da gedir. Əziz anam, sənsiz. Burada sənsiz sözü deməli siz çaşdırmasın. Sən əvəzlik olsa şəxs əvəzliyi olardı, amma sənsiz sözü deməli əvəzlik deyil, getdi. D variantı, sən yatanda kimsə şirin nəğmə oxuyurdu. Deməli, bizə nə lazımdır? Şəxs əvəzliyi. Burada sən sözü şəxs əvəzliyidir. Deməli, 10-cu sualda doğru cavabımız olacaq D variantı. Keçək 11-ci suala. 11-ci sualda deməli nə deyir? Deyir ki, Euler-Venn diaqramında hansı fikirlərin yeri dəyişdirilsə uyğunluq bərpa olar? Bu hadisədən sonra hamımız xüsusi diqqətli olmalıyıq. Axı biz döyüşəsi insanlarıq, bizə silah gərəkdir. Deməli, bir də deyir, yalnız bir isim hal şəkilçilidir. Baxaq görək. Hadisədən hal şəkilçisi var. Sonra axı biz döyüşəsi insanlarıq, bizə silah gərəkdir. Bir dəqiqə. Uyğunluq deyir biz. Yeri dəyişdirmək lazımdır burada fikirlərin. 2-yə baxaq bir dəqiqə. 2 dənə nə deyir? Deyir, qrammatik mənası olsa da leksik mənası olmayan söz işlənib. Qrammatik mənası olan söz, yəni köməkçi hissəsi. A variantında köməkçi hissəsi sonra sözdür.
B A variantında deyil, birincidə. Birincidə sonra sözü olur, ikincidə isə axı sözü olur. Deməli bu harda olmalı? Bax bu 3-ün yerində olmalı, düzdürmü? Bax 2 burada olmalı idi. Bizə dəyişdirmək lazımdır yerlərini. 3-ə baxaq. 3-də nə deyir? Əvəzin 2 fərqli məna növünə aid söz işlənibdir. Əvəzin 2 fərqli məna növünə aid. Burada bu sözü işarə əvəzliyidir. Hamımızda deməli, hamıda qeyri-müəyyəndir. İşarə qeyri-müəyyən. Bu 3-də yazılıb. 3-ü isə götürüb buraya qoymalıyıq biz. Bir dəqiqə silin bunu. Aha. 3-sə biz buraya qoymalıyıq. Deməli 2 mərkəzə getməlidir. 3 bax bu hissəyə gəlməlidir. Deməli biz onda 2 ilə 3-ün yerini dəyişməliyik. 2 ilə 3-ün yerini dəyişiriksə burada cavabımız nə olacaq? E variantı. Deməli 11-ci sualda doğru cavab oldu E variantı. Keçək 12-ci suala. Hansı sözdə idi kömək sözü işlənibdir? Deməli götürdü sözündə deməli dü idi kömək hissəsi deyil, zaman şəkilçisidir. Çünki götür sözün kökü olur və dü də zaman şəkilçisi olacaq. B variantında gətir sözün kökü di zaman, B-də getdi. Otur sözün kökü du zaman, C-də getdi. D variantı qalsın, qaldır sözün kökü d zaman. Bizə nə lazımdır? İdi hissəciyi olan. Deməli idi hissəcikdə olacaq D variantı. Niyə? Get sözün kökü ir zamandır. Zamandan sonra da gəlirsə bu da olacaq idi hissəciyi. Deməli 12-ci suala doğru cavabımız oldu D variantı. 13-cü suala baxaq. Amonimli olmayan sözlərin olduğu bəndi müəyyən edin. A variantında deməli amonimli olan söz var. Blok sözü bildiyiniz kimi amonimli olan sözdür. Bir binalarda blok var, bir də elə 3-cü blok imtahanı və s. B variantında iç sözü deməli amonim olur. C variantında uçuq sözü amonim sözdür. E variantında qurs sözü amonimdir, 80 sözü amonimdir. Cavabımız 13-cü sualda olacaqdır variantı. 14-cü suala baxaq. Hansı cümlədə nöqtələrin yerinə subyekt əlavə edilsə belə mübtəda cümlədə işlənməz? E variantına baxaq. Deməli subyekt əlavə olunmalıdır, amma mübtəda olmasın. Məsələn, o gələndə yayın isti günlərindən biridir. Nə idi? Yayın isti günlərindən biridir. Cümlənin xəbəri nə zaman o gələndə. Deməli, o subyektini əlavə elədik, amma mübtəda olmadı. Zərfli oldu. Testdə nə deyir? Deyir, subyekt əlavə edilsə belə mübtəda cümlədə işlənməz. Deməli, 14-cü sualda doğru cavabımız olacaq E variantı. Keçək 15-ci suala baxaq. 15 bu tərəfdədir. Qeyri-müəyyən şəxsli cümləni müəyyən edin. Yol kənarı, yaşıllıqları, vaxtarışırı suvarırlar. Nə edirlər? Suvarırlar. Kim? Onlar. Biz bilirik ki, onlar sözünü beynimizdə düşünə biliriksə, həmin cümlə qeyri-müəyyən şəxsli cümlə olacaq. 15-ci sualda doğru cavabımız oldu A variantı. 16-cı sual. Hansı cümlədə ilk sözü intonasiya və kontekstdən asılı olaraq həm baş, həm də ikinci dərəcəli üzv kimi düşünmək olar? Variantlara bir dənə göz gəzdirək. Həmi deyir, baş üzvü olsun, həm də ikinci dərəcəli üzvü olsun. Yəni, təyin, tamamlıq, zərflik. Deməli, nə mükafatlandırdı? Nə etdi? Mükafatlandırdı. Kim? Mühəndis. Kimi? Məmmədi. Bu cür təhlil edəcək. Nə etdi? Mükafatlandırdı. Kim? O. Kimi? Məmmədi. Hansı Məmmədi? Mühəndis. Bu da təyin. Deməli, gördüyünüz kimi, bir dəqiqə üzr sayın. Deməli, gördüyünüz kimi, burada mühəndis sözü birində mübtəda oldu, birində isə təyin oldu. 2 cümlə üzvü ola bildi. 16-cı sualda doğru cavabımız C variantı. Yəni, mühəndis sözü həm baş üzvü oldu, həm də ikinci dərəcəli üzvü oldu. Yəni, təyin oldu. 16-cı sualda deməli, doğru cavabımız oldu C variantı. 17-ci suala baxaq. Hansı bənddə altından xətt çəkilmiş söz silinsə, cümlədə yalnız tabeslik əlaqəsi var. Tabeslik əlaqəsi olmaq üçün nə olmalıdır? Belə deyim sizə. Həmcislik olmalıdır. Yəni, həmcislik məsələsi olmalıdır. İndi baxaq görək. Şeytandır xəbər, iblisdir xəbər, adamdır xəbər, özüdür xəbər. Deməli, bunlar yalnız xəbər oldu. Mixaylovun özü. Mixaylovun özüdür xəbər bu formada götürə bilərik. Amma Mixaylovun özü 3-cü növ olacaq. Onda 3-cü növün isə arasında deməli, biz bilirik ki, nə olur? Uzlaşma idarə olur. Deməli, biz burada Mixaylovu cümlədən çıxartmalıyıq ki, orada
uzlaşma əlaqəsi olmasın və həmçinin idarə əlaqəsi olmasın. Çünki 3-cü nömrə arasında uzlaşma və idarə əlaqəsi olur. O isə tabelilik əlaqəsi. Bizə nə lazımdır? Yalnız tabeçilik əlaqəsi lazımdır. Yalnız tabeçilik əlaqəsi olması üçün biz burada Mixaylovun cümlədən çıxardırıq və 3-cü növ cümlədə qalmır. Və 3-cü növ qalmır, sadəcə həmcis üzvlər qalır və həmcis üzvlər arasında isə yalnız tabeçilik əlaqəsi olur. Deməli, 17-ci suala doğru cavabımız oldu A variantı. Keçək 18-ci suala. 18-ci sualda deməli deyir ki, nümunədə hansı rəqəmlərin yerinə bərpa olunmalı duruşələri duruşələri eyni olsa da, eyni məqsədə xidmət etmir. Gəlin baxaq. Burada ikincinin yerinə vergül atırıq. 3-ə də burada vergül atırıq və vergül bir də 6-ya atırıq. Deməli, 2-dəki vergül ara sözə görədir. İkincinin vergülü ara sözə görə olur. Üçüncünün vergülü vasitəsi nitqə görə olur və altıncının vergülü isə həmcis üzvə görə olur. Deməli, eyni duruş arası oldu. Vergül eyni duruş arası oldu. Hər üçündə birində deməli nə oldu? Ara sözə görə oldu. Birində vergül vasitəsi nitqə görə oldu və birində isə vergül deməli həmcisə görə oldu. Deməli, doğru cavabımız 2, 3, 6 cavab olacaq. O da E variantında. 18-ci sualda doğru cavab E variantı oldu. 19-cu suala keçək. Hansı nümunədə ismin sualına cavab verən sifətlərin sayı daha çoxdur? Burada bir dənə variantlarla göz gəzdirək. Deməli, ismin sualına cavab verən sifət olsun, daha çox olsun sayı digər variantlara nisbətən. Və burada doğru cavab E variantı götürəcək. Nəyə görə? Oğru sözü bir sifətdir, varlı 2, varlı 3, yoxsul 4. Deməli, E variantında 4 dənə sifət var və ismin sualına cavab verir. Digər variantlara baxıram ki, bu qədər deyil. Deməli, 19-cu suala doğru cavabımız olacaq E variantı. 20-ci suala bax, uyğunluğu müəyyən edin. Deməli, yalnız bir hal şəkilçili isim, birdən çox hal şəkilçili isim. Baxaq. Gün çıxandan sonra kəndimizin üzərindən duman çəkildi. Deməli, birdən çox. Birdən çox deyilsə, bax, burada 2 dənədir. Deməli, 2-yə A variantını yazırıq. Bizə lazım olan məktub bugün yazıldı. Burada hal şəkilçisi yoxdur. Ümumiyyətcə, bunu ataq geçsin. Qardaşım kitablarını, qardaşımın kitabları da təhsil çal. Deməli, burada da 1-ə, C-ni də 1-ə yazaq. İclasda bizim məsələyə də baxıldı. İclasda və məsələyə. Deməli, D-da gedir 2-yə. 2 dənə hal şəkilçisi var. Aşağıdan söz isə ümumiyyətcə bu isim deyil. Yalnız bir hal şəkilçili isim var. İsim var deyir, bax. Bir hal şəkilçili. Burada isə aşağıdan sözü ümumiyyətcə isimdir. Ona görə E variantını atdıq. Deməli, 1-ə 2-yə AD. 1-ə 2-yə AD E variantı. 20-ci suala doğru cavabımız oldu E variantı. 20-ci suala bax. Hansı nümunədə qoşma qoşulduğu sözlə birgə zaman məzmunu yaradır? Qoşma qoşulduğu sözlə bir yerdə zaman məzmunu. Gələn kimi məktəbə getdilər. Nə zaman? Nə zaman? Nə zaman? Deməli, burada kimi qoşması zaman məzmunu yaratdı. 20-ci suala doğru cavabımız oldu C variantı. 22-ci suala baxaq. Sözlərin heç birinə aid olmayan sözü müəyyən edin. Qrammatik şəkilcili sözdür, yalnız kökdən ibarətdir. Çin sözü yalnız kökdən ibarətdir. Deməli, biz dəqiqə qrammatik şəkilcili söz ola bilər və yaxud da ki, yalnız kökdən ibarət ola bilər. Burada doğru cavabımız E variantı olacaq. Niyə? Zəhnə. Qəhvə sözünün deməli kökü qəhvə də leksik şəkilçi. Deməli, burada leksik şəkilçi var. Amma burada şərtdə baxsan ki, leksik şəkilçi demir. Deməli, ona görə də 22-ci sualda doğru cavabımız E variantı olacaq. Çünki aid olmayan fikir deyil. 22-də E. 23-ə baxaq. 23-ci sual. Hansı nümunələrdə müəyyən miqdar sayla isim arasında numerativ söz işlənmişdir? Deməli, birinci sualda bir və yemək sözü isimdir və bunların arasında qazan sözü numerativ söz kimi işlənibdir. Deməli, biri götürəcək. Və müəyyən miqdar sayı olsun deyir. 2-yə baxaq, bir neçə. Bu 2 getdi, çünki burada müəyyən miqdar sayı ümumiyyətcə yoxdur. 2 parta, burada 2
müəyyən miqdar saydı, amma parta nömrəsi söz kimi işləməyib. Ona görə 3-də 7, 2, 3, 7, 4. Qardaşım bir dənə. Burada gətirmişdi feildir, ona görə 4-də 7. Yeməyimizin bir çimdik duzu. Burada bir müəyyən miqdar saydı, duz da isimdir və çimdik sözdə nömrəti söz kimi işlənibdir. Deməli 5-də götürürük. 6, 5, 6 baş. Burada 5, 6 sözü qeyri-müəyyən miqdar saydı, ona görə götürmürük. Deməli 20-ci suala doğru cavabımız 1, 5 oldu. 24-cü suala bax. Cədvəl əslində yolun fikri müəyyən edin. Yalnız sadə söz kimi düşünülür. Deməli, burada qaba sözü yalnız sadə söz kimi düşünülür. Yaşa sözünü iki cür düşünə bilərik. Bir, həmi yaşamaq feili kimi, yaşdan yaşamaq feili düzəltmə. Deməli, bir də yaş sözünə ay yönlü kar şəkilsi kimi 2, 7. Yazı sözündə iki cür düşünə bilərik. Yazı, payızı, qışı orada sadə söz kimi, bir də yazmaq feilindən yazı ismi düzəltmə kimi düşünürük. Deməli, biri götürdük burada. Həm sadə, həm düzəltmə söz kimi yığın sözünü götürmək olar. Yığın sözü bir ını deməli şəxs sonluğu kimi feilnəmi şəklində ınqıramat şəkilsi kimi sadə götürəcək. Bir də yığın, səpin, yığın, əkin, bitsin, yığın işi. Bir də o cür iki cür düşünmək olur. Deməli 4-ü götürəcək həm sadə, həm düzəltmə. 5 gedir. Köçür sözündə iki cür düşünə biləcək. Bir, orada ür şəkilsini, zaman şəkilsi kimi düşünüb sadə götürəcək. Bir də ürü leksik kimi düşünüb düzəltmə götürəcək. Deməli cavabımız 1, 4, 6. 24-cü suala doğru cavabımız oldu. 1, 4, 6. 25-ci suala baxaq. Zərf işləmiş nümunələri müəyyən edin. Gülər axşamki, burada axşamki söz sifətdir. Sonra sözdə qoşmadır. Yəni bunlar sizi çaşdırmasın. 1 getdi. Gecədə düşmənlər kəndə doluşdular. Gecə nə zaman? Nə zaman? Zaman zərfi oldu. 2 olacaq. Dürüst insanlar yalan söz danışmazlar. Burada yalan söz sifətdir. Yəni sizi çaşdırmasın. Onu atırıq. Qardaşı bir işə başlamazdan əvvəl ətraflıca düşünməyi sevirdi. Ətraflıca. Burada caydatı bunu ataq geçsin. Ətraflı düşünmək. Ətrafını biz burada zərf götürəcəyik. 2, 4. Füzulugilin evi düz Kürün sahilində yerləşir. Bu da getdi. Deməli. Bahar qardaşın şəhərdə çox axtardı. Çox sözü deməli burada şey olacaq. Üzrü sayını denk gəlirdi. Çox sözündən sonra gördüyünüz kimi feil gəlib, ona görə də çox söz deməli nə olacaq? Zərf olacaq. Cavabımız 2, 4, 6. Deməli 25-ci suala doğru cavabımız 2, 4, 6 cavabı oldu. Keçək 26-cı suala baxaq. Sual biraz aydın düşməyibdir, amma izah edəcəyik. 26-cı sual. Mübtəda nitq səslə ifadə olunub. Deməli, mübtəda nitq səslə ifadə olunmağını deyir. Dünyadakı ən məsum məşğuliyyət riyaziyyatdır. Nədir riyaziyyatdır? Nə? Deməli, məşğuliyyət. Nitq səsi məşğuliyyətdir. Deməli, biri 1 olacaq. 2-yə baxaq. Dövlət xadiminin ən ali vəzifələrindən biri xalqın maarifləndirilməsidir. Xalqın maarifləndirilməsi cümlənin xəbəri. Nə? Dövlət xadiminin ən ali vəzifələrindən biri. Bu da olacaq mübtəda. Deməli, burada nitq hissəsindən yox, söz birləşməsinin ifadə olunur. 2 getdi. Deməli, biz cavabını saxlayırıq. Dil xalqın ruhunun təzahürüdür. Deməli, xalqın ruhunun təzahürüdür. Nə? Dil. Deməli, burada mübtəda nitq hissəsində ifadə olundu. 3 cavabını götürürük. Sonra mübtəda söz birləşməsilə ifadə olunub. Söz birləşməsi. Demokratiya xalqın xalq tərəfindən xalq üçün nə idi? İdarəsidir, iradəsidir, nəsə belə bir şey. Nəsə, xalqın iradəsi olsun, xalqın idarəsi olsun, nə olur olsun. Bizə burada nə lazımdır? Bizə cümlə üzrü lazımdır. Xalqın, deməli, bax, bura qədər iradəsidir. Bu oldu. Xəbər nə? Demokratiya. Deməli, burada demokratiya sözüdən nitq hissəsidir. Amma bizə nə lazımdır? Söz birləşməsində ifadə olunmaq. 4 getdi. 5-ə baxın. Düşünmədən öyrənmək vaxt itirməkdir. Nədir vaxt itirməkdir? Nə? Düşünmədən öyrənmək. Bu da məsdər tərkibi oldu. Yəni söz birləşməsindən ifadə olunmuş oldu. Deməli 5 cavabını da götürürük. Doğru cavabımız 1, 3, 5. 6-ya baxaq. Dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar vətən naminə edilib. Nə edilib? Vətən naminə edilib. Nə? Ən böyük hünər və nə hünər, nə qəhrəmanlıqlar. Burada nitq hissəsində ifadə olundu. Deməli 6 olmayacaq. 26-cı sualda doğru cavabımız oldu 1, 3, 5. 27-ci suala baxaq. Uyğunluğu müəyyən edin. Lazım şəklində olan feil işlənib, vacib şəklində olan feil işlənib. Biz bu dərdlə, bu qəmlə burada çox qalası deyilik. Qalası.
A-sı var. Deməli olacaq nə lazım şəkli? A, 1A, A-nı sərqəli yazaq. Gülməli söz. Burada gülməli feil sifətli bəy getdi. Düşmənlə çörək kəsəsi hala gəlmişik. Burada gəlmiş xəbər şəklidir. C-də getdi. Ailə dəyərlərimizin itirilmək təhlükəsi olduğu dövrdə qorumalıyıq. Malı var. Vacibdir. Deməli D. İstirahət vaxtı deyil. Hələ əkləsi torpağımız çoxdur. Burada ümumiyyətcə feil yoxdur. Feil yoxsa deməli feili şəkildə olmayacaq. Deməli bu sualda 1 A variantı, 2 D variantı oldu. Deməli 27-ci sualda doğru cavabımız 1 A, 2 D variantı. Keçək 28-ci suala. 28 hardadır? 28-ci sual deməli mətn verilib, mətnlə bağlı sualdır. Deyir mətndən çıxan əsas nəticəni yazın. İndi burada bir neçə nəticə yazmaq olar. Bir ikisini mən deyəcəm, qalanını indi özünüz yazmış olarsınız. Deməli bax məsələn nədir nəticə? Qaraçay yalnız təbii su mənbəyi deyil, həm də regionun iqtisadi və ekoloji sabitliyində mühüm rol oynayan həyati əhəmiyyətli çaydır. Bunu nəticə kimi yazmaq olar. Onun qorunması və sələmli strateji gələcək üçün baxımdan xüsusi əhəmiyyət. Deməli, bunu nəticə kimi belə yazmaq olar. Qaraçay çay idi, eləmi? Bir dəqiqə baxım. Yox, çay deyil, Qaraçay. Qarabağ bölgəsinin təbii coğrafi xüsusiyyətləri içərisində çay şəbəkəsi mühüm yer tutur. Deməli, Qaraçay yazacaq ki, onun qorunması və səmərəli istifadəsi vacib məsələlərdən biridir. Çünki o yalnız təbii su mənbəyi deyil, həm də regionun iqtisadi və ekoloji sabitliyində mühüm rol oynayan həyati əhəmiyyətli bir çaydır və bu tipli çayları həm qorumaq lazımdır və s. bu tipli cümlələr yazdısa, doğru cavab kimi götürmək olar. Mən təbii ki, burada mətni elə belə göz gəzdirməklə bundan bağlı izah verdim. Amma indi siz orada daha yaxşı cavablar yazmış olarsınız. Sonra keçək neçənci suala, 29-cu suala baxaq. Mətnin üslubu xüsusiyyətlə nəzərə alaraq üzərində rəqəm yazılmış sözləri kontekstə uyğun ifadələrlə əvəz edin. Deməli, üzərində rəqəm yazılmış sözlər hansılardır? Zararsız çayların görüşməsi. Bu mətn publistik üslublardır. Deməli, publistik üslublardırsa orada görüşməsi sözü bədii idi. Biz onu dəyişməliyik. Nə ilə dəyişə bilərik? Çayların görüşməsi, çayların birləşməsi. Bura biz birləşməsi yazaq. Birləşməsi yazırıq. Sonra ikinci nədir görək? İkinci. Bəslənməsində, onun bəslənməsində, təmin edilməsində belə bir şey yaza bilərik. Neyse, 29-da da birləşməsi, təmin edilməsi cavablarını yazırıq. Keçək 30-cu suala. Deməli, mətn əsasında cədvəli tamamlayın. Qaraçay yalnız yeraltı sular hesabına formalaşır və axını il boyu sabit qalır. Bu fikir yanlış fikirdir. Çünki yalnız yeraltı sularla yox, burada yazılmışdı biz dəqiqə, nə ilə bağlı idi? Yalnız yeraltı sular yox, yağış, qar, yeraltı suları əsas rol oynayır. Ona görə onu yanlış cavab kimi götürdük. Buraya yazmaq lazımdır həmin o cavabı. İkincidə deyir, Qaraçayda qurulmuş hidrotexniki sistem onun kənd təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb etməsinə şərait yaradır. Bunda doğru fikir götürəcək və əsaslandırmanı da bu hissəyə yazacaq. Əsaslandırmanı da buradan mətndən götürmək lazımdır. Əziz şagirdlər, bu günlük bu qədər. Kanalımıza abunə olmağı və dərslərimizdən faydalanmağı da unutmayın. Həmçinin video izahlarımızı paylaşa bilərsiniz. Bu videonun ardınca ədəbiyyatdan video izahımız kanalımızda olacaq. Sağ olun, təşəkkürlər.